Salam, axşamınız xeyir olsun. Axşamı xeyir olsun. İlk növbədə sizin bu günə qədər olan çəkdiyiniz İslam yolunda, insanların maarifləndirilməsi yolunda əziyyətinizi, haqqınızı halal eləməyinizi xahiş edirəm, minnətdaram, təşəkkürümü bildirirəm. Var olun ki, siz və sizin timsalınızda Azərbaycanda İslamın maarifləndirilməsi istiqamətində belə elmi, həmçinin internet əsaslı bu məlumatlarla dolu video çarxlar çəkirsiniz, hazırlayırsınız. Təşəkkür edirəm, var olasınız. Vaxtımız yoxdur, amma olsun olsun. Sual vermək istədiyim bir-iki məqam var idi. Quran özlüyündə də bildirir ki, Quranda ziddiyyət yoxdur. Amma mən oxuduqca bir neçə dəfə oxumuşam. Burada bəzi ayələri qeyd eləmək istəyirəm. İkinci surənin 29-cu ayəsindən və 41-ci surənin 10-12-ci ayəsi və 79-cu surənin 28-30-cu ayəsi. Burada məsələ nədən ibarətdir? Qısa deyim, siz onu zəhmət olmasa şərhini verərsiniz və izahını verərsiniz. Orada yerlə göyün yaradılışı ilə bağlı birində belə deyək də qısa deyim, yəni birində yeri yaradır, sonra göyü yaradır, sonra birində də göyü yaradır, sonra yeri. Bunun zəhmət olmasa mənasını, açıqlamasını verərdiniz. Orada yəni tamam bu məşhur məsələdir. Huvellezî xalaqa lekum mâ fil ardı cemiyan thumma isteva iles-semâi fesevvâhunne seb'a semâvât. Allah neynədi? Deyir, sizin üçün yer üzərində hər şey yaratdı. Sonra isə səmaya istiva elədi və onu 7 qat etdi. Aydındır? Bunu siz deyirsiniz ki, Nəziyyət surəsindədir. Orada neynir? Allah Subhanahu deyir ki, رفع السمك والسواه وأغطش ليله وأخرجدوها والأرض بعد ذلك دحاها. Yer üzərində yerin döşənməsindən söhbət gedir. Birinci ayədə isə xalaqa lakum ma fil ardı cemiyan thumma istava iles-semâ. Aydındır? Və səvvahunna səbə səmavat. Düzdür? Burada isə birincisində bu ayələrdə isə bax fikir verin. Burada Allah Subhanahu taalanın birinci səmanı yaratması və arda bə'də zəlik dəhəha. Yəni döşədi. Birinci səmanı yaratdığını deyir. Bax fikir verin. Səmanı yaratdığını deyir. Aydındır? Sonra isə deyir yer üzərini yenə döşədi. Amma o birisi ayədə xalaqa lakum ma fil ardı cemi'an thumma istava iles-semâ. Allah Subhanahu nə etdi? Yer üzərindəki hər şeyi yaratdı. Sonra nə etdi? Səmaya istiva elədi. Aydındır? Yəni indi əl nəstəxfır göstərmək düzgün deyil keyfiyyətini. Mən səmanı nəzərdə. Səmaya üz tutdu. Və səmanı 7 nə etdi? 7 qatını yaratdı. Aydındır? Bu barədə alimlərin yəni görüşü var. Aydındır? Aha. Birinci görüş ondan ibarətdir ki, bədə sözü, sonra sözü ərəb dilində həm tərtibə dəlalət edir, həmçinin də yəni bir növbəti məsələyə keçəndə bu məsələyə gəlincə mənası verir. Bu birinci məsələdir. İkinci məsələyə gəlincə, yenə bu ayələrdə tərtib nədir? Allah Subhanahu taalanın səmanı birinci yaratması, sonra yer üzərindəki şeyləri yaratması, aydındır? Yerin üzünü döşəməsi, sonra isə səmanın 7 qatını neynəməsi, yaratmasıdır. Yəni bir dənə diqqətlə oxusaz, görəcəksiniz ki, yəni burada yəni əslində belə şey yoxdur. Xalaqa lakum ma fil ardı cemiyan. Yer üzərində hər şey yaratdı, sonra səmaya üz tutdu və səmanı 7 qat etdi. Aydındır? Bu birisində isə nə deyir? Yer üzərini bundan sonra döşədi. Yəni nə etdi Allah Subhanahu taala? Səmanı yaratdı, sonra yer üzərindəkilərini nə etdi? Yer üzərində hər şeyi yaratdı. Yəni bunu çox üzr istəyirəm. Bunu belə başa düşmək olar ki, səmanı yaradıb, sonra yer üzünü düzənə salandan sonra göyü düzənə saldı. Belə deyim. Yəni məntiq Bəli. Ayələri bir yerə cəm eləyəndə, yəni bu barədə bizim məsəl üçün Sünnə Az saytımızda da geniş bir məqalə var. Aydındır? Ona görə əgər misal üçün siz yazsanız biz o məqaləni də sizinlə şey edərik, amma ayələrin arasında burada yəni ixtilaf, yəni vəhmidir. Yəni qəti ixtilaf deyil əslində. Zaten bu barədə də Əş-Şinqit rahimehullahın alimlərdən, böyük alimlərdən, təfsir alimlərindən zahirində ziddiyyət göstərən ayələrin yəni izah edir o. Aydındır? Buna ixtilaf-i Qurandır. Sonra indi mən oxuduqca bir-iki məsələni dediyim,
5-ci Bəli. surənin 97-ci ayəsi, mən demək 6-cı surənin 35-ci ayəsi ilə bağlı deyirdilər ki, Mən bu bir dənə ay nömrələrlə deyəndə mən çatdırmıram. Yavaş-yavaş deyim hə, çünki çox üzr mən istəyirəm. yəni Birinci onda 6-cı surənin 6-cı surənin 35-ci ayəsinə zəhmət olmasa baxın. 6-cı surənin neçənci 35-ci. sura, neçənci sura? Bu bir ucundan 6-cı açıb 6-cı baxın. surə. 6-cı suranın neçənci? 35-ci ayəsi. 35-ci ayəsi. Aha. Bu Bəli, tapdım. mən bir şey deyim, belə bir görüş var ki, bu həmçinin deməli yerin radiusu ilə bağlı bir Allahın bir işarətidir. Çünki 6357 kilometr olması, bu 6-cı surənin 35-ci ayəsi və 7-ci cüzdə olması bir növ buna düzdür. Əslində mənə görə Quranın endiriliş qayəsi bu deyil. Yəni insanı islah etməkdir, insanı tərbiyələndirməkdir. Amma riyazi hesablamalarla da müəyyən uyğunluğun gətirilməsi mənə elə gəlir ki, kitabda bir təsadüfi bir hal olmayacaq dərəcədə bir mütləq həqiqətdir bu da. Ola bilərmi? Bu nə dərəcədə düzgündür? Buna oxşar, bunu mən alimlərdən görmüşdüm. Çox üzr istəyirəm. Alimlərin belə bir görüşünü söyləmişdim. Mən də belə deyək də bir yoxlama məqsədi ilə təsəvvür edin 5-ci surənin 97-ci ayəsini, 97-ci ayəsini oradakı mətnə baxaraq yerin kütləsindən bağlı işarətin olduğunu gördüm və açdım kompüterdə baxdım ki, yerin kütləsi 5,97 vurulsun 10 üstü 24 kiloqramdır. Yəni bu nisbət uyğunluğu, bu bizə də nəyisə bir şey verə bilərmi? Yoxsa bunun ardıca çox düşmək lazım deyil? Bu nə qədər uyğunluq təşkil edir? Bununla Bu bağlı. məsələlər necədir? Bu məsələlər əslində belə deyək də, bir çox insan təəssüflər olsun ki, bu məsələlərlə İslam'a dəvət olunublar və bir müddətdən sonra onlar yəni bu məsələlərdə olan şübhələrə görə nə edirlər? Görürsən ki, İslamı da tərk edirlər. Ona görə də bax bu cür məsələlər var. Bu cür məsələləri əslində yəni o rəqəmlərlə və s. düzüb qoşmaq Bəli. mənə elə gəlir ki, bu süni bir şeydir. Çünki Quranın predmeti deyil yerin çəkisi barəsində danışmaq. Yerin çəkisi 1000 ton, milyon ton artıq olsaydı, az olsaydı, bu heç nəyi dəyişməzdi də, yəni aydındır. Heç nəyi dəyişmir. Yəni məqsəd deyil. Ona görə də biz yəni bəzi insanlar Quran möcüzələri, buna Quran möcüzələri mövzusu deyirlər. Quran möcüzələri mövzusunda insanlar 3 qrupa bölünürlər. Birinci qrup nədir? Həddi aşan. Elə hər bir ayədən nəsə belə bir şey axtarmaq istəyir. Yəni zaten də yer üzərindəki insanların sizcə neçə faizi yerin diametri, yerin perimetri, yerin nə bilim çəkisi bu mövzuları bilir və onlara maraqlıdır? Yəni, Çox az bir qismi. Bəlkə də %1%. Düzdürmü? Bəli, bəli. Quran isə ümumi bir insanlara gəlir. Quranı professorda oxuyanda hidayət olunur. Yəni fəhlədə oxuyanda, çobanda oxuyanda, dövlət başçıda oxuyanda, nazirdə oxuyanda, müəllimdə oxuyanda, həkimdə oxuyanda, aydındır. İstənilən qruplar, aydındır. Bunların hamısı da bu cür şeyləri bilmək zərurətində deyirlər. Yəni sadəcə mən necə görürəm bu məsələlərdə? İkinci qrup insanlar Quranda yəni həddi aşıblar. Yəni Quranda birincilər deyirlər, ümumiyyətlə möcüzəni inkar edirlər. İkincilər Quranda bu möcüzələrin isbatı məsələsində həddi aşırırlar. Necə ki belə şeylər gətirirlər. Ay yerin qurunun nisbəti, su nisbəti, yer sözləri, su sözləri ilə hesablanırlar və s. Və bizdə mən belə də yəni təfsir sahəsində təhsil almışam. Yəni elə belə deyək ki, ixtisas elə təfsirdir. Bizim şeyximiz olubdu, Xalid Əstəqaldı. Yəni şeyx özü yəni indi ola bilsin tərcümədən yox, yəni tərcümədə ola bilsin başqa saylar olanda. Amma ərəb dilində bu şeylərin bir çoxunu yoxlayıb və doğru olmadığını, xətalar olduğunu deyibdi. Və sanki bu şeylərlə Quranın düzgün olmasını isbat etməyə çalışmaq mən bunu nöqsan kimi görürəm. Yəni nöqsan kimi görürəm ki, yəni sadəcə biz yəni orada bir mahiyyətindən kənara çıxırıq da çünki. Düzdürmü? Mahiyyətindən kənara. Quran tapa bilmirik, sadəcə çalışır ki, bu cür biri ilə Quranda təkamülü isbat etməyə çalışır, o birisi ilə planetlərin sayını isbat etməyə çalışır. Yəni bilirsiniz, Quran endirilib, dünən də bizim maraqlı bir mövzumuz oldu. Quran endirilib bir qövmə, aydındır. Bunların müəyyən üstün cəhətləri olubdur. Dil baxımından düzgün olublar, şeirləri əzbərləmək məsələsində düzgün olublar, nəsəbləri əzbərləmək, hansı ki sonradan hədis elmində və belə o isnad elmində, Quranın özünün isnad elmində bunlar çox faydalı olubdur, ədalətli olurlar və s. Hətta yalan, əmanətə, hətta düşməndən gələn əmanətə, misal üçün xəyanət etməyiblər. Bu, yəni Qureyşin bir halı olubdur, aydındır.
Lakin, Bəli. lakin eyni zamanda da həmin dövrün belə deyək də dünya üzərində bəlkə də həddi ən çox aşmış bir insanları olublar da şirk məsələsində, aydındır. Bəli. 365 dənə büt var idi Kəbədə, qızlarını Hı. diri bastırırlar, bir-birini qırırlar və s. aydındır. Və mədəniyyət baxımından və inkişaf baxımından çox geridə qalıblar, aydındır. Hətta Fars ordusunun üzərindən Muğire bir şöbə gedəndə, yəni onların rəhbəri, əmri deyir ki, yəni səhra milçəkləri gəlib, yəni istəyirsiniz bizə pul verib gedin də, aydındır? Bu formada. Lakin siz bir dənə baxın. Peyğəmbər sallallahu əleyhi və səlləmin gəlişindən bir 30 il sonra, indi 23 il dəvət olubdu, 10 il tövhidi baş salıbdı, sonra 3 il artıq namazı izah edibdi, 13 il tövhid və namaz, aydındır. Sonra isə artıq İslam şəriəti, İslam dövlətçiliyi, İslamın yer üzərinə yayılması, cihadlar, insan hüquqları, aydındır, cəmiyyət hüquqları, qadın hüquqları, kişi hüquqları və s. də artıq dövlətçilik yarandı. Bu qısa bir yana, amma o dövlətçilik məsələsi cəmi 10 ildə baş verib də Mədinə dönəmində, aydındır. Bəli. Bu 10 illik təlimi götürüb, yəni bu 10 illik təlimdən sonra çıxan səhabələr artıq Əbu Bakr radiyallahu anh dövründə artıq yəni Fars imperiyasına və Bizans imperiyasına toy tutdular. Aydındır. Üstündən bir 30-40 il keçəndən də artıq İslamı az qala Çindən, yəni İspaniyaya qədər, yəni yayıblar. Düzdürmü? Yəni Bəli, mahiyyət budur. Mahiyyət budur. Yəni mahiyyət o detallar deyil. Çünki zaten bu elmi şeylər yoxdur, elmi məsələlərdə. Bunlar məişət elmi olan məsələlərdir. Mən özüm yəni bu sahədə də yəni bir neçə il tutarmışam, yəni dəqiq elmlərdə, yəni elm işlərim və s. var. Yəni bunlar belə deyək də, bunlar əslində məişət xarakterli bir şeylərdir. Məsəl üçün adi bir şirkətə baxaq da. Yəni tutaq ki, tikinti şirkətidir. Düzdür? Burada dəqiq mühəndislik var, yəni şöbələr aydındır. Amma biz baxırıq ki, misal üçün də bu tikinti şirkətlərinin rəhbərləri rəhbərlik məsələlərində, insanlarla iş məsələlərində, maliyyə məsələlərində güclü olan insanlardır. Ən güclü belə deyək də, belə yəni o şey deyək də, nerd səviyyəsində olan mühəndislər deyil, heç vaxt olmur. Aydındır? Nəyə görə? Çünki şirkətin ümumi strategiyası olur. Artıq yəni o strategiyaya uyğun, misal üçün də belə deyək də, sən əgər sənə bir mühəndis lazımdırsa, gedib tapıb gətirirsən. Çindən, Hindistandan, nə bilim, hardan gəlib tapıb gətirirsən. Avropadan, Amerikadan. Yəni bu sonradan gələn bir şeydir. Lazım olanda gətirirsən. Həmişə olubdur, düzdürmü? Yəni ona görə də, yəni bu zaten misal üçün adi fitri olaraq baxanda, misal üçün xəbərlərə baxanda, düzdür? Baxın, yəni elmi, texnoloji xəbərlər, hətta görsən idman xəbərlərindən sonra gəlir. İnsanların marağı deyil. Yəni doğrudan deyil. Ancaq az bir qism insanlar bundan məşğul olurlar. Düzdür? Dünyanı idarə edənlər, yəni fiziklər deyil, bioloqlar deyil, kimyalar deyil. Kimlərdir? İqtisadçılardır, siyasətçilər, düzdür? Bəli. Bioloqlardır, insanlar işləməyə bacaranlardır, düzdür? Və İslamda əsas da yəni bu dəqiq elmləri yox, insanların yəni insanları bir doğru yol göstərmək üçün belə daha çox sosioloji, psixoloji, ictimai elmlər insanlara öyrədibdir və əsas da yəni Allahla münasibəti öyrədibdir. Çünki nəyə görə? Allahla münasibət sənə o əsas motivasiya, əsas yəni o əzm, əsas yəni həyat qayəsi olmaq, yəni oradan gəlir. Ona görə də Məkkə dönəminə baxsaq, bir çoxumuz deyir ki, 13 niyə tövhid izah edibdir, ancaq tövhid izah edib. Nəyə görə? Bilirsiniz? Çünki növbəti 10 il elə çox çətin bir dövrdür. Yəni indi misal üçün də belə deyək də, bir şirkət idarə edənlər və layihə idarə edənlər, yəni bilirlər də, yəni və misal üçün 5 nəfər, 10 nəfər idarə edənlər, onlar bilirlər ki, bu iş necə çətin bir işdir, düzdürmü? Çətin işdir də, yəni çox vaxt aparır, enerji aparır. Amma siz təsəvvür edin bir dövlət qurub dövləti idarə etmək. Aydındır? Mədinə dönəmi məhz bu dövlətçilik dönəmi idi. Aydındır? Lakin buna qədər Peyğəmbər sallallahu əleyhi və səlləm o səhabələrdə xüsusilə də baxırsan ki, xəlifələr, ilk 4 xəlifələrdə hansı ki xəlifəlik üçün, yəni insanlara örnək olacaq insanlar da kimlərdir? Mühacirlərdən çıxanlardır. Əbu Bakr, Ömər, Osman, Əli, düzdürmü? Başa düşdünüzmü? Aydındır. Niyə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm onlara tövhid məsələsini o qədər güclü izah edib ki, yəni Allah həyatımda qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin la şərikə ləhu bizəlik umirtu an awwal muslimin. De ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də Allah üçündür. Onun heç bir şəriki yoxdur və mən ilk müsəlmanlardanam. Yəni Allah sənin hər şeyindir, aydındır? Allahla yaşayırsan, Allahla ölürsən, Allahla yatırsan, estağfurullah, Allah sevgisiyle yatırsan, Allah sevgisiyle qalxırsan, Allah'a qovuşmaq istəyirsən, artıq
bu insanları o qədər psixoloji güclü eləyir ki, növbəti dönəmdə nə baş verir? Artıq içkini tərk edin, getdi. Bir gecədə tərk elədilər. Aydındır? Düzdür, tədricən oldu, amma artıq qadağa gələndə bir gecə tərk elədilər. Düzdürmü? Və misal üçün ölümə gedirsiz, sabah döyüşə bir gecədə gəldilər hamısı. Hətta baxırsan ki, misal sahabələrin eləsi var idi. Toy gecəsi neçə ildir evlənmirdi. Toy gecəsi Cüleybib, misal üçün sahabətlə Peyğəmbər sallallahu əleyhi və səlləm ki, mən Cüleybdən, Cüleyb məndəndir. Aydındır? Yəni heç kim buna ərə getmirdi. Peyğəmbər sallallahu əleyhi və səlləm yəni göndərdi bir mömin qadın, onu görmədən çirkin hindəsində sahabə yəni onunla evlənməyə razı oldu. Toy gecəsində və Mədinənin ən gözəl qadını idi. Toy gecəsində tərk elədi, getdi cihada. Aydındır? Öz istəyi ilə. Niyə? Tövhid. Aydındır? Tövhid məsələsi. Bizdəki tövhid isə, misal üçün günümüzdəki tövhid, baxırıq deyək ki, müsəlmanlar niyə bu gündədirlər? Axı bizdəki tövhid o tövhid deyil. Bizdəki tövhid sadəcə nəzəri tövhiddir. Bir-birimizlə mübahisə eləmək üçün olan tövhiddir. O tövhiddir ki, bizi adi günahlardan yəni çəkindirmir. O tövhiddir ki, bizi qardaşlara hörmət eləməyə yəni gücü çatmır. Aydındır? Bizim tövhidimiz elədir. Bu tövhidin sahibi necə yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin qurduğu dövlət kimi dövlət qursun. Yəni İslamın da mahiyyəti bax bu məsələlər idi. Aydındır? Tövhid və tövhiddən sonra artıq tövhidlə güclənən insan, yəni o insan ki, o muvahhid ki, onun üçün, yəni həyatda hər şeydən şirin imandır. Yəni ölmək, yəni məsəl üçün ona görə sizə bir misal gətirim. Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra səhabələr Fars ordusunun üstünə gedəndə, bu bildiyim qədər Muğayr ibn Şöbənin sözüdür. O yəni gedir, yəni Fars, yəni sərkərdəsinə deyir ki, hoşunda ya qəbul eləyin, o bayaq deyir, səhra milçəkləri təyin edir, o səhra milçəkləri gəlibdir. Deyir ki, ya qəbul eləyin ya da yəni ya pulunuzu verim gedin. Bu da deyir ki, Muğayr ibn Şöbə deyir ki, ya İslamı qəbul edirsən və bizlə qardaş olursan deyir. Ya da deyir, sənin üzərinə deyir elə bir ordu ilə gəlmişəm ki, sənin əskərlərin həyatı sevdikləri qədər onlar Allah üçün şəhid olmağı sevirlər. Təsəvvür edin əzəmətli sözə. Təsəvvür edirsiniz səhabənin yəni fəhmini. Görürsünüzmü? Yəni İslam budur əslində. Düzdür? Yəni ona görə də yəni qısa müddətdə görsən ki, qısa müddətdə iki böyük imperiyanı diz üstə çökdürdü. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yəni Xəndək döyüşündə yəni əskərlərə kömək etmək üçün külüngü əlinə götürür, başlayır vurmağa. Vurur. Yəni daşlıq idi, artıq qırılmırdı. Hər dəfə vuranda deyir ki, yəni mənasıyla deyir də, sarı xəzinələri gördüm, qırmızı xəzinələri gördüm, aydındır. Yəni Fars imperiyası sizin olacaq, yəni Rum imperiyası sizin olacaq. Orada münafiqlər vardı, onlar gülürlər, deyirlər, Xəndəyi qaza bilmir, gör cəmaata nə vəd verir. Aydındır? Amma sahabələr də buna inanırdılar. Başa düşürsünüzmü? Sahabələr buna inanırdılar. Və sahabələr buna inandılar. Peyğəmbər sallallahu əleyhi və səlləm buna inandı və ondan sonra da gördünüz, o məktəb nədir? Bu missiyanı tamamladı. Və nəyə görə də bu 4 dənə xəlifə mühacirlərdən oldu? Çünki o tövhid məktəbinin o qaymaq vaxtı vardı, 13 il. Ona görə də Məkkə ayələrinə baxsan görsən ki, əsas yəni tövhid barəsindədir. Aydındır? Mədinə ayələrinə baxsan görsən əsas ehkamlardır. Aydındır? Və İslam da bunun haqqındadır. İndi bu mövzular qalıb qıraqda. Nədir? Yer kürəsi düzdür, yoxsa yumrudur? Nəmi? Pluton, Quranda Plutonun adı keçir. Yerin altında palçıqdan yaranıb Adəm. Adəm yəni ilk insan deyil, əslində orada meymunlar yaranmışdı, onlara bir dənə peyğəmbər göndərir. Ya bunlar mövzu deyil, qardaş. Bunlar sadəcə bizim acizliyimizdir ki, biz yəni ateistə və digərlərinə gedib yəni Quranın düz olmasını isbat etmək üçün onlara nağıl danışırıq. Başa budur, bunun başqa mənası yoxdur əzizim. Anlata bilirəmmi yəni? Yəni ciddi bir şey deyil əzizim. Bu ciddi bir şey deyil bunlar. İcazə versəz bu fürsətdən istifadə edib bir neçə dənə sual vermək istəyirəm, əgər mümkünsə. Növbəti sual, deməli, mən maraqlandıran bir məsələ də ondan ibarətdir ki, Quranda müəyyən bir hadisələrlə bağlı keçən diyaloqları fərqli verir. Yəni, məsələn deyirəm, tutaq ki, iblisin Allahla diyaloqundakı olan bir məqamda bir cür onu verir, başqa məqamda başqa cür verir. Yəni, kontekstdən demirəm, çıxır.
Amma məsələn bu günləri sizinlə mən bir halda, bir formada danışıram da, düzdürmü? Bax gəlmişəm bu tövbə zamanının belə deyək də səhifəsinə və sizinlə danışıram. Bunu ikinci bir formada, yəni başqa cür təqdimat və yaxud da ki bu üç sözümdən ikisini burada dedim, birini orada dedim. Buradakı hikmət, buradakı məna nədən ibarət? Yəni bunun Buradakı Quranın hikmət buradakı hikməti nə gözəl məsələdir suallar. yəni? Gözəl suallar verirsə Allah sizi sabit eləsin. Yəni doğrudan da Var ol, fikirləşək minnətdaram. Quranı. Deməli, baxın, yəni Quran axı bir dəfə endirilən kitab deyil. Quran zamanla endirilən kitabdır. Zaman düzdür. Və insanların halları dəyişdikcə dedim də Məkkə dönəndə bir cür ayələrdir, Mədinə dönəndə bir cür ayələrdir və o endirilən, lakin Allah özü bilirdi ki, o kitab axırda tamamlanacaq və təsəvvür edin tərtibi isə nə oldu? Yəni Mədinə ayələri əvvəldə, Quran ayələri axırda, düzdür? Məkkə ayələri Bəli. axırda oldu. Aydındır? Həmin misal üçün bir enmə zamanında, yəni o dialoqun insanlara lazım olan hissəsi o idi. Aydındır? Lakin sonra artıq Quran tam enəndən sonra, tam hissə oturandan sonra, Lego kimi yığılandan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm təbii ki, bunu namazlarda oxuyurdu, öyrədirdi, sahabelər də əzbərlə bilirdi bunu. Aydın? Ondan sonra artıq biz əhvalatın bəzi detallarını buradan görürük. Sonra biraz keçəndən sonra da nə edirik? İkinci detalını oradan görürük, üçüncü detalını oradan görürük və axırda nə olur? O əhvalat bizim gözümüzdə nə olur? Tam canlanır. Və buna görə də biz nə edirik? Quranla fikir verin. Quranı nə qədər oxuyur insan, yeganə kitab deyir üzərində. İnsan nə qədər oxuyursa yorulmur onu. Elə bir təkrar getsə də, başa düşürsən? Bəli, yeni, bəli, elə bir yeni gəlir sənə. Okursan yeni bir şey, okursan yeni bir şey. Yeni gəlir, yeni gəlir. Bu da bax siz dediyiniz məsələnin qismən bir hissəsinin cavabıdır. Aydındır? Çünki yəni həm birinci cavabı oydu ki, həmin dövrdə insanlara o əhvalat lazımdır. Quranda məsəl üçün Firon barəsində də oxuyaq da Taha surəsini oxuyun. Görürsüz ki, Taha surəsində ona görə də Quranın misal üçün də yəni üslubları var da, lakanikliyi var. Lakaniklik odur ki, artıq sözlər yoxdur. Məsəl üçün Musa əleyhissalamın Allahla söhbətindən sonra artıq növbəti ayələrdə görürsən Fironun qabağındadır. Yoxsa bizim misal üçün əsərlərdəki kimi dərə təpə düz getdi, 7 gecə getdi, yel getdi, nəmlə bunlar yoxdur. Birbaşa keçdi nəyə? Əsas mətləbə və artıq sən özün bilirsən ki, orada bu şey oldu. Fironla söhbətdə həmin ayə enəndə həmin söhbət yəni insanlara lazım idi. İnsanlar onu götürdülər. Amma sonraki ayələrdə oxuyanda görürsən ki, Fironla söhbətdə müəyyən bir məsələlər də oldu. Müəyyən bir məsələlər də olubdu. Axırda nə olur? Sənin də o Fironla Musa əhvalatı barəsində bütün məlumatlar nə olur? Beynin müəyyən bir hissələrində cəm olur. Aydındır? Və bunlar bir-birini təfsir eləyirlər. Aydındır? Yəni ona görə də Quranın yəni məsənidir. Yəni Quran 2-2-lidir. Yəni 2-2-dir. Yəni ayələr cüt-cüt gəlir. Yəni biri o birisini tamamlayan formada gəlir. Aydındır? Əzizim. O da Quranın bezilməməsinə, yorulmamasına, həmçinin əzbərdə asan olmasına səbəbdir. Allah Subhanahu Quranı əzbərə asanlaşdırdı. Yer üzərində yeganə kitabdır ki də o səviyyədə əzbərlənibdir. Allah Subhanahu Quranda "Və laqad yəssərnəl Qur'an lidzikr və həl min muddəkir." Əzbərə də kömək edən vasitələrdən biri bilirsən nədir? Sən bu hadisəni burada bilirsən, aydındır? Növbəti hadisə gələndə nə olur? O surə, Quran əzbərləyənlər bilir də, o surə sənin üçün artıq nə olur? Birinci surənin əzbəri tərəfindən qüvvətləndirilir. Sanki bir təkrar kimi. Təkrar kimi olur, aydındır? Təkrar kimi olur. Lakin başqa cür təkrardır. Daha bəli. Başqa, yəni ərəbcəsini, məsələn, Quranın misal üçün də ərəbcəsini oxumaq, yəni əgər doğrudan da misal üçün də ərəbcəsini oxuyanlar tamam başqa cür bilirlər Quranı. Məsəl üçün sizə bir misal gətirim də. Yəni misal gətirim. Özdə o dediyimiz təkrar bir surədə bir cürdür, başqa surədə bir cürdür. Yəni Quranın Azərbaycanca oxuması bəli, orada gözəl mənalar var. Yəni bax misal üçün bir surəni oxuyaq da. Gəlin bir surəni sizlə elə belə oxuyaq. Məsəl üçün Nəcm surəsini. Aydındır? Məsəl üçün Azərbaycanca oxuyanda baxın burada eləyim ki surə düzdür. And olsun batmaqda olan ulduza. Düzdür? Sonra yoldaşınız Məhəmməd nə azmış, nə də sapmışdır. O havadan danışmaz. Bu Quran ona nazil edilmiş bir vəhdir. Bu ona çox bunu ona çox qüvvətli olan öyrətdi. Gözəl görünüşlü Cəbrail o yüksəlib Peyğəmbərə öz surətinə göründü. O ən uca üfüqdə idi. Bax görürsüz belədir. Amma indi bunun ərəbcəsinə qulaq asın. Baxın. "Və necm izə hava. Ma dalla sahibukum və ma qawa.
Və mə yantiqu anil hava. Baxın axırına və. Düzdür? Və necmi Bəli. ilə hava. Mə dalla sahibukum və mə qava. Və mə yantiqu anil hava. İn huwa illa vahyuha. Allamahu şedidul quva. Zu mirratin fastava. Və huwa bil ufuqil a'la. Thumma dana fatadalla. Fekana qaba qawsayn və adna. Fikir versiniz tamamı. Yəni axırını görürsüz. Bunu və necmi ilə hava mə dalla sahibukum və mə qava. Bunu hələ avazla oxuyanda tamamilə başqa bir şey olur. Və bu dediyiniz şeylər də yoxdur. Əslində ərəbcəsində orada təkrar deyil ha. Orada yəni bu cür gözəl formada gəlib onlar. Aydındır? İnsanın hər dəfə imanı təzələnir ki, eyni əhvalatdır. Biraz burada əlavə mənalar var. Bəzi mövzuya uyğun əlavə detallar var. Lakin tamamilə başqa şeir formasında seyir də elə bil. Aydındır əzizim? Aydın. Ona görə ərəb dilini biləndə bunları yavaş-yavaş atmaq olur da, bildiniz. Ona görə ərəb dilində Qurana qulaq asmağı sizə tövsiyə edirəm. Tamam, çox sağ olun. Bir məsələni də soruşmaq istəyirəm. Hər dəfə bu məsələ məni çox düşündürür. Mən Quranın tərtibatı ilə bağlı, yəni müxtəlif rivayətlər bizim günümüzə gələn səhih hədislərlə də bağlı tanış olmuşam və məlumatım var. Amma məni düşündürən bir məsələ var ki, Peyğəmbərimizin sağlığında Quranın indi orada da bir-iki məsələ var, görüşlər var. Siz məndən daha da yaxşı bilirsiniz. Bəziləri deyir ki, bəs Peyğəmbərimizdən sonra bu düzən, yəni iki qapaq arasına salmaqdan getmir söhbət. İlla ki, bu ayələrin ardıcıllığı, üzr istəyirəm, surələrin ardıcıllığı və s. və l. Bir görüş var ki, Peyğəmbərimiz özünü təyin edib, bir görüş var ki, ondan sonra bunlar müəyyən bir ardıcıllıqla düzəlib. İndi həm sizin görüşünüzü bilmək istəyirəm bununla bağlı. Mənim fikrim ondan ibarət ki, bu mütləq şəkildə, yəni başdan sona bütün dizayn, yəni Allah tərəfindən vəhy olunub Peyğəmbərimizə və Peyğəmbərimiz bunu dizaynını belə, yəni hansı surə harda olmalıdır, necə olmalıdır, nə tür olmalıdır, bu məsələ. Və bunun nə mane oldu ki, əsas sual özəyə bundan ibarət ki, Peyğəmbərimizin dönəmində sonuncu anına qədər nə mane oldu ki, o iki qapaq arasında bir kitab halına gəlib çıxmadı. İstinadı illa ki, birinci Peyğəmbərimizin vəfatından sonra birinci xəlifənin Həzrət Əbubəkirin dönəminə aid edirlər ki, bəs o dönəmdə bu oldu, sonra nə bilim döyüşlər oldu, qorxdular ki, bu Quran ayətdən çıxar və s. və l. İndi təfsilatına getmək istəmirəm, çünki insanların da haqqına girməyim. Siz mənə bu barədə detallı məlumat verin. Yəni ümumiyyətlə bir məsələ, qəti olan məsələ odur ki, Peyğəmbər surənin içində ayələrin tərtibi bu icma olaraq, qəti olaraq, yəni bu tərtib Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində tərəfindən qoyulub, aydındır? Surələrin tərtibinə gəlincə isə alimlər arasında müəyyən fikirlər var ki, o tərtibi, yəni tərtib vacibdir, aydındır? Tərtib vacibdir. Tərtib qoyulub Peyğəmbər sallallahu əleyhi və səlləmdən tərəfindən qoyulmayıb yox ha. Qəti olaraq qoyulub. Çünki hədislərdə də gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə nə etdi? Sahabelər gəldilər ona qoşulub cəmaət namazına. Nə etdi? Sahabənin birisi gəlir Fatihə, sonra Bəqərə, sonra Əl-İmran, sonra Ən-Nisa surəsini oxuyanda sahabə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm onu gəlib o tərtiblərlə oxuyar. Aydındır? Bəli. Və burada yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qəti olaraq tərtibi yəni qoyubdur. Tərtibi qoyubdur, aydındır? Lakin onun o tərtibi misal üçün də nüzul formasında, yəni emmə formasında o tərtib mütləq emmə formasında o tərtibi oxumaq olar olmaz, aydındır? Bu barədə bəzi alimlər deyir ki, olar, yəni aydındır. Hətta bəzi musaflar var ki, fikrimi çox üzr istəyirəm. Fikrimi yəqin düzgün izah edə bilmədim. Elmə ardıcıllığına görə demirəm. Yəni bu gün məsələn deyirəm də, bu günləri əlimizdə tutulmuş mushaf yoxdur. Buyurun. Elə bildim səhv anlaşıldı. Peyğəmbər sallallahu əleyhi və səlləm surələrin də tərtibini sahabelərə öyrədib. Aydındır? Tərtibini sahabelərə öyrədib. Sahabelər isə o tərtib barəsində, yəni amma o tərtiblə olması məhz misal üçün 1 Fatihə, 2 Bəqərə, 3 yəni Əl-İmran, 4 Ən-Nisa, Məidə, aydındır? Əl-Ənam, yəni Əl-Əraf bu cür olmalı deyil. Yəni bu məsələdə bəzi alimlər deyir ki, yəni bu tərtib yəni deyil, vacib deyil. Amma əksər alimlərin görüşü odur ki, bu tərtib vacibdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bu tərtibi məhz öyrədibdir hədislərdə. Amma niyə Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında bu
kitab, yəni formasında cəm olunub olunmuyor. Bu da yəni elə deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm əsas səhabələrə nə edirdi? Onlara əzbər formasında öyrədirdi. Çünki indinin özündə də Quranın tərtibi, Quranın yəni qorunması səhabələrdən bu tərəfə gələn zəncirlə şifahi qorunmadır. Əsas yəni mötəbər qorunma odur, mütəvatir olaraq. İndinin özündə də. Məsəl üçün Azərbaycanda bir mütəxəssis var, Bəxtiyar Turabov. İnternetdə axtarsanız Bəxtiyar Turabov tapa bilərsiniz. Məsəl üçün bu qardaş, yəni 10 qiraət üzrə bunun sənədi var da. Peyğəmbər sallallahu əleyhi və səlləmdən bu günə qədər əzbərdən, yəni ağızdan ağıza şifahi olaraq buna icazə var. Və zəncirdə də hər bir, yəni adamın adı, səhabə, filan sahabədən filan sahabəyə, filan tabiinə, sonra təbiinə da günümüzə qədər. Yəni Quranın əsas qorunma yolu, eləcə də hədislərin əsas qorunma yolu budur, aydındır. O ki qaldı musaf məsələsinə gəlincə isə Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında səhabələr musafı var idi. Məsələn Əli radiyallahu anh musafı var idi. Abdullah ibn Məsudun musafı var idi. Ondan sonra Abdullah ibn Ömərin mushafı var idi. Yəni bunlar var idi. Lakin bunlar nə etmişlər? Əzbərlədikləri zaman gəlib özləri yazdıqları idi. Aydınmı? Sonra Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonrakı mərhələdə artıq o siz dediyiniz kimi artıq döyüşlər olanda, yəni o əzbərdəki qırılmaqdan qorxur. Musafa görə yox. Aydındır? Əzbərdəki qırıqlıqdan qorxmağa görə və səhabələr də yəni indi insan idi da. Məsəl üçün Abdullah ibn Məsudun musafında məsəl üçün İxlas, Fələq, Nəs surələri yoxdur. Nəyə görə? Abdullah ibn Məsud İxlas, Fələq, Nəs surələrinin yəni namazda oxunmasına hudur olmuyordu. Yəni iştirak eləmiyordu. Aydındır? Fikirləşib ki, bunlar sadəcə təavvüdat, yəni dua etmək üçün gəlib də, gözdən, nəzərdən qorunmaq üçün gəlmiş. Aydındır? Yəni çünki səhabələr hamısı yəni eyni vaxtda hamısı şey eləməyiblər də. Eyni qulaq asmırlar. Biri bir işə olubdu, biri döyüşə gedibdi, birinin ailəsi filan namazda, biri köçübdü. Aydındırmı? Ona görə də əsas yol nə idi? Yəni əzbər yoluydu. O ki qarilər başladılar müsəlman döyüşlərdə şəhid olmağa sair. Onda yəni səhabələr dedi ki, bu yəni hafizlərin qorxdular. Yəni musafa görə qorxmadılar. Hafizlərin qırılmasına görə qorxdular ki, gəl biz bunu neyini artıq musaf formasına endirək. İkinci səbəb musaf formasına endirmək məsələsi, aydındır. İkinci səbəb o idi ki, artıq yəni digər adamlar da gəlirdilər, yəni aydındır və onlara biraz bir növ çətin olurdu da. Digər axı fəthlər genişləndikcə müəyyən mənada çətin olurdu da onlara, yəni gəlib hamısını əzbərlə öyrənmək və s. Nə deyirlər? Deyirlər ki, qoy musafla bunu öyrənək. Ondan sonra musafları onlar səhabələr yığdılar. Səhabələr o musafları yığdılar. Lakin burada da hələ bir başqa bir məsələ var idi. Çünki Quranın özü bir hərfdə yox, 7 hərfdə nazil olmuşdu. 7 hərf bilirsən nədir? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm surələrin bəzi hissələrini müxtəlif ləhcələrdə oxumuşdu. Aydındır? Ləhcəyə oxunda müəyyən sözlər dəyişmişdi. Ondan sonraki artıq səhabələrdən sonra gələn qövmlərdə artıq onlar nə etdilər? Başladılar yəni məsələn türklər gəldi, farslar gəldi, rumlardan İslam'a gələnlər oldu, aydınmı? Yəhudlərdən gələnlər oldu və s. Onlar artıq nə etdilər? Çaşırdılar bir növ. Yəni ki, belə də yazılıb, belə də yazılıb. Ona görə də Osman radiyallahu anhu nə etdi? Bu problemin qarşısını almaq üçün dedi ki, bir hərfdə saxlayacağıq, aydındır? Qalan şeyləri isə, qalan hərflərdə, ləhcələrdə olanları yandıracaq. Zaten hamısı eyni mənaya dəlalət edir, aydındır? Və onu saxlayacaq və saxlayandan sonra artıq o musafı nə edəcəyik? Biz 4 yerə, məsələn İraqa, Bəsrəyə, Yəmənə, Misrə göndərdi. Aydındır qardaş? Yəni bu cür olubdu. Yəni onun bir real səbəbləri olubdu, yəni. Amma tərtib məsələsinə gəlincə, tərtib elə oradaydı. Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında yazmışdı. Lakin müəyyən mənada, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Quranı, yəni əzbərlə öyrədibdi. Yəni hətta bu barədə məsəl üçün in hiyə ayətun beyyinatun fi sudurillezina utul ilm. Yəni bu elm verilənlərin qəlblərində olan ayələrdir. Yəni ayəmiz də var da, bilirsin bu məsələdə. Bəli.
Aydındır. Yəni Quran əzbərləndir. İndi də əzbərlə qorunur. Bu gün məsəl üçün yer üzərində Allah qorusun, Allah eləməsin, bütün musafları götürüb məsəl üçün düşmənlər yandırsa və ya yer üzərində bir şirkətlər çıxsa ki, biz Quranı çoxlu eləyək, müxtəlif burada bir gün bir hərfini dəyişək, sabah 5 hərfini dəyişək, ondan sonra bir ildən sonra 10 hərfini dəyişək, ondan sonra bir cümləni dəyişək. Yəni bir təsəvvür edin 100 il bunlar buna çalışsalar, 100 ildən sonra bütün əməllərin olacaq, batıl olacaq. Niyə? Çünki əzbər kanalı ordadır. Aydın oldu əzizim. Aydındır. Aydındır. Bir də bir sual vermək istəyirəm. Əsas məsələ nədən? Bu düzdür, bu sual çox məşhur sualdır, amma bu günləri sosial şəbəkələrdə də çox aktuallaşıb. Çox üzr istəyirəm. Hər yerindən duran indi müəyyən bir şey bilir, savadsız, ondan biraz savadsız kütlənin qarşısına çıxıb mən rəsulam. Nəbi yəni Məhəmməd peyğəmbər sonuncu nəbidir. Amma rəsulluq davam edir. Bu nəbi, rəsul belə deyək də terminoloji olaraq bunların mahiyyəti nədən ibarətdir? İndi 34 nəfərdə izləyici var da, bilirsiniz, həm mən də bu məsələdə biraz təkrarlayım, biliyimi daha da kamilləşdirim. Həm də ki, dediyim kimi də bu günlər o qədər insanlar var ki, deyir ki, hə, sənin qövmündən kim çıxıb? Sənin öz dilində danışan Məhəmməd peyğəmbərimiz sənin dilində mi danışıb? O ərəb olub, ərəb dilində danışıb. Ondan sənə nə? Sənin Quranda deyir ki, sənin qövmündən, öz dilindən, yəni fərqli belə deyək də incə o türklər demişkən cambazlayıb ayələrin içindən bəzi şeyləri götürüb bizim gözümüzə üfürməklə özlərinə dəvət eləməyə çalışırlar. Ümumiyyətlə rəsul və nəbi və bunların anlamı nədən ibarətdir? Nəbi daha bir genişmi anlayışdır, rəsul ona baxanda belə deyək də daha da kitab verilmiş şəxslərdir, yoxsa əksidir? Burada ümumiyyətlə mahiyyət nədən ibarətdir? Bununla bağlı zəhmət olsun. Nəbi, rəsul məsələsinə gəlincə isə, yəni o barədə müxtəlif fikirlər var. Rəsulla nəbi əslində mahiyyət olaraq eynidir. Lakin deyirlər ki, rəsullar müxaliflərə gəlir, müxaliflərə. Aydındır. Yəni din artıq o qədər təhrif olunur ki, artıq ona gəlir, artıq müxaliflərə. Aydındır. Nəbilər isə, məsəl üçün Bəni İsraildən gələn peyğəmbərlərdə, onlarda yəni dinin əsli qorunub, lakin insanların müxalifəti açılıb, böyüyüb də bilir və onlar gəlirlər nə etməyə? O eyni kitaba çağırmaq, aydındır. Amma rəsullara gəlincə isə, rəsullar nə edirdilər? Onlar müxaliflərə gəlirdilər. Bunlar müvafiqlərə gəlir nəbilər. Rəsullar isə müxaliflərə gəlirdilər. Ona görə də hər bir rəsul nəbidir, aydındır. Amma hər bir nəbi rəsul deyil. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm həm rəsul idi, həm də nəbi idi, aydındır. Bəli. Yəni bu məruf bir şeydir, aydındır. Amma o ki onların yəni o Xatəmin Nəbi ayəsi də yəni Həsəb surəsində o yəni nəbilərin sonudur. Yəni nəbilərin sonu demək ki, artıq rəsulların sonudur. Yəni üzr istəyirəm. Yəni mən hər dəfə bununla bağlı deyəndə deyirəm ki, məsələn deyirəm də, rəsulların sonuncusu deyilsəydi çox üzr istəyirəm. Yəni biraz ifadə biraz bayaq olsa da deyəcəm. Yəni işıq ucu var idi ki, nəbi gələ bilər. Amma nəbinin sonuncusu o deməkdir ki, həm rəsul gəlməyəcək, həm nəbi gəlməyəcək. Bitdi. Fəhmlə gözəl, yəni hətta bizim o dediyimiz təriflə uyğun gəlir. Çünki nəbi rəsulun sonu olsa, bunlar deyəcəklər ki, daha güclü dəlillər olacaq. Deyəcək ki, nəbi zaten müvafiqlərə gəlir. Mən gəlmişəm nəbiyəm, elə rəsulun şeyinə çağırıram da, risalətinə çağırıram. Amma nəbinin olmaması o deməkdir ki, rəsuldan sonra xalas nəbi yoxdur artıq. Aydındır? Qutardı. Rəsul peyğəmbər sallallahu çatdırdı, risaləni çatdırdı, artıq ehtiyac yoxdur. Yəni həm nəbilik, həm də rasulluq missiyasını yerinə yetirdi. Aydındır? Və ikinci tərifi nəbi rasul barəsində deyirlər ki, nəbilər yəni kitabsız gəlir. Aydındır? Rasullar isə ilə gəlir? Kitabla gəlir. Kitabla. Aydındır? Və kitabla gəldiyinə görə rasul, nəbi artıq yəni təbii ki, rasul artıq həm də nəbidir. Nəbi nə idi? Nəbi sözünün yəni nəbə sözü var, bir də nəbə sözü var. Aydındır? Nəbə xəbər verdi deməkdir. Nəbə isə yəni zahir oldu. Məsəl üçün otun digər otlardan daha hündür olmasına ərəb dilində nəbə deyirlər. Yəni baş qaldırdı. Aydındır? Ya da bir ağacın o birisindən. Aydındır? Yəni seçildi. Daha yuxarı oldu. Nəbə sözü isə hər ikisi də doğrudur. Yəni nəbə isə nədir? Xəbər verdi. Yəni və ona görə də rasullar özü özlüyündə, yəni həm nəbi idilər, çünki nəbə xəbər də verdilər, seçildilər, aydındır. Həm də risalətlə gəldilər, aydındır əzizim. Bir də burada buyurun. Bir də əsas məsələ var, yəni Rasulullah sallallahu əleyhi və səlləm ərəbə gəlməsinə gəlincə isə, yəni yenə də bunlar Qurana baxsalar, yəni məsəl üçün Allah Subhanahu İbrahim sözündə "Və mə arsalna rasul illə bilisən qum nübeyn ləhum" deyir.
deyir ki, biz elə bir peyğəmbər göndərmədik ki, o öz qövmünün dilində gəlməmiş olmasın deyir. Aydın öz dilin Bəli. qövmündə. Aydındır. Lakin peyğəmbər sallallahu əleyhi və səlləm barəsində gəldiysə, yəni peyğəmbər sallallahu əleyhi və səlləm o birisi peyğəmbərlərdən fərqi nədir? Və mə ərsəlnəkə illə rəhmətən lil ələmin. Yəni bütün aləmlərə rəhmət göndərir. Yəni peyğəmbər sallallahu əleyhi və səlləm bütün insanlığa gəlibdi. Və Quran kitabında digər kitablardan fərqli olaraq, misal üçün də, yəni təkcə möminlərə xitab olunmur. Ya eyyuhən-nəs, ya eyyuhəl-ləzîne əmanu. İkisinə də müraciət olunur. Həm möminlərə, həm də mömin olmayan, yəni insanlara, hansı ki, elə nəs kəlməsinin əksi daxildir, nəsə. Aydındır? Ona görə də bunlar elə bir Quranın bir ayəsini oxuyur, amma yüzlərlə digər ayələr gözlərini yumurlar. Aydındır? Bəli. Başa düşdün? Ya bir üzr istəyirəm. Alon, əzizim. Yəni bu boyda mən Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatından danışıram, onun gətirdiyi risalətdən gətirəm. Səlləm nə idi? Yəni buna, yəni belə deyək, mən dediklərim, siz yazıqlar, mən qınamıram sizə. Ancaq yəni belə də, yəni 40-dən başqa nə eşitmisiniz ki? Yəni tutaq sallallahu aleyhi və səlləm və alihi və səhbi əcməin. Yəni bunu dediyim, ondan sonra da sizi başınıza döyməyə çağırdım. Yəni bu daha yaxşı olacaq da əzizim. Yəni indi tutaq sən elə eşidirsən, biz sürətli deyirik. Yəni buna takılma əzizim. Faydalan biraz. Biraz faydalan, biraz öyrən Peyğəmbər sallallahu əleyhi və səlləm həyatından. Gör yəni bax o efrət çıxan adamlar var, efrət çıxan adam misal üçün qardaş. Qardaş sizin adınız nədir? Elə nədir, müəyyən səbəblərdən deyə bilmirəm. Tamam. Elə Allah bəndəsi. Gör nə gözəl suallar verir. Bu baxırsan görsən doğrudan qardaş. Yəni bu siz verdiyiniz suallar göstərir ki, siz doğrudan da yəni Allahın dininə maraq göstərirsiniz. Diqqətlə oxuyursunuz, aydındır? Var olun, həmd olsun. Doğrudan sizin kimi müxatiblə danışmaq, bir elmi cavab vermək, müzakirə mənə xoş gəlir. Doğrudan Allah belə insanların sayını artırsın. Biz də maariflənirik sayənizdə. Çox sağ olun, təşəkkür edirəm. Burada bir dənə də demək, bir var qövm, bir də var hümmət. Bunlardan biri mənim düşüncəmi olarmı? Birinci zəhmət olmasa deyim, sizdə düzəliş, əgər nəsə səhv varsa da düzəliş eləyin və öz doğrusunu deyin. Hümmətlə qövmün mahiyyət etibarıyla bir-birindən fərqi, biri canından olan, belə deyək də nəsil səcərəsi, belə toplum, biri də ki ideoloji baxımdan bir topluma, yəni fərq, yəni eyni şey demək olarmı bunu? Yoxsa fərq tamam başqadır? Daha qısa bir, yəni daha balaca bir, yəni belə deyək də, məsələn deyirəm, tutaq ki, mənim əmim, dayım, onların uşaqları, qan bağlılığım olan bir toplum. Bu qövmdür. Amma hümmət ideoloji bağlılığı olan bir insanlar toplusu. Başa düşə bilərmi? Ümmət daha genişdir. Məsələn, ona görə də ümmətin, yəni təbliğ baxımında ümmət var, bir də ümmət var, Risale ümməti. O da yəni şeydə misal üçün oxuyanda ayələri və misal üçün hədisləri oradan siyaqdan tutursan, aydındır? Bəzən yəni bir mənada, bəzən digər mənada. Amma ümmət ümumən genişdir. Ümmət dedikdə, yəni bəzən olur ki, artıq bütün insanlar bir ümmət idi, aydındır? Bütün insanlardan söhbət. Bəzən də görsən ümmət dedikdə, məsələn, İslam ümməti gedir. Onu artıq nədən? Mövzudan tapırıq da, başa düşdünüzmü? Amma qövmə gəlincə isə qövmüm, yəni qövm dedikdə, misal üçün bir xalq da nəzərdə tutulur və mənim qövmüm, yəni mənim qəbiləm, aydındır? Daha kiçik mənadadır, aydındır? Bir də bu peyğəmbərlərin günahkar olub olmaması, xətakarlıqla bağlı. Bu bayaq ki bizim Rəsul Nəbi məsələsində belə deyək də, hətta bununla bağlı Quran-Kərimdə 26-cı surənin 14-cü ayəsi, 28-ci surənin 33-cü ayəsi ilə bağlı Musanın bəli, Musa peyğəmbər. Burada nəbi sıfatında olan fərdin xətasından gedir də, rəsul sıfatında xəta ola bilməz, düzdürmü? Yoxsa bu hansı mənada gəlir? Fərq etməz. Ümumiyyətlə Musa əleyhissalam birinci orada öldürəndə Musa əleyhissalama hələ vəhy verilməmişdi. Yəni o vəhdən qabaq olan hadisədir. Yəni vəhy artıq bilirsiniz də oxusaz, Qasas surəsindədir o. Görərsiniz ki, artıq neyir, qaçır, qövmündən və müəyyən bir yerə gedir. Bəzilərindəki Şuayb əleyhissalamdan görüşür, amma əslində Mədyan qövmündən ora gedir, oralara bir yerə gedir. Ehtimal var ki, Şuayb əleyhissalamdan görüşür. Və ondan sonra artıq neyir? Ona hidayət, yəni nur, yəni risalət verilir də, Allahla danışır. Onun qabaqki elədiyi xatası isə artıq yəni nəbi, nə də rasul kimi yəni olmayıbdır. İnsan kimi, adi bir insan kimi olubdur. Aydın və ona da tövbə edildi, Allah da tövbəsini qəbul edildi. Aydındır?
Amma yəni məsəl üçün uzaq getmir də Peyğəmbər sallallahu əleyhi və səlləmin özünə gəldikdə Allah Subhanahu deyir ki, Fəth surəsində İnnə fətəhnəki fətən mümin yəğfirəkallahu mə təqaddəm min zənbik və mə təəxxara. Aydındır? Biz İnnə fətəhnəki fətən mümin biz sənin üçün böyük bir fəth etdik. Yəni aydındır? Allah səni keçmiş və gələcək günahları bağışlasın. Bu açıq-aydın ayədir. Məsəl üçün, hətta başqa yerlərdə Peyğəmbər sallallahu əleyhi və səlləmin xatası barəsində, məsəl üçün Əbəsə surəsində var, Əbəsə və təvəllə Allah. Məsəl üçün Ənfal surəsində var, Allah Subhanahu Tövbə surəsində var, yəni Əfəllah ank deyir Peyğəmbər sallallahu ki, Allah səni əfv eləsin. Ənfal surəsində Ləulə kitabun səbəq, yəni o ayəsindən Allah qınayır onu. Və yəni bu cür yəni qınaqlar var. Amma bunlar hansı formadadır? Kiçik günahlar və o kiçik günahlardan da şərəfə, namusa. Bu da necə, hardan bilirlər bunu? Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına baxaraq bilirlər ki, yəni və digər peyğəmbərlərin şərəfə, namusa, kişiliyə, aydındır, heybətə müxalif olmayan kiçik günahlar. Məsəl üçün Peyğəmbər sallallahu əleyhi və səlləm məsəl üçün də qəzəblənib, məsəl üçün bəzən bir insana yəni ağır söz deyib, aydındır? Aydındır? Belə bu formada və ondan sonra yəni bu cür kiçik günahlar hansı ki ondan sonra da Peyğəmbər sallallahu əleyhi və səlləm dua edib ki, kimə mən belə söz demişəmsə, o onun üçün yəni halallıq əlaməti olur. Allah onu onun üçün yəni duaya çevirsin. Aydındır? Bunlar kiçik günahlardır. Kiçik. Yəni və bu bir məsələ. Aydındır? Kiçik günahlar hansı məsələlərdə onu izah edirik. İkinci məsələ əmanət məsələsində, vəhyin qorunması məsələsində orada yəni xətaları, günahları olmuyor. Necə var, elə çatdırılır. Aydınmı? Bəli. Bir məsələni də soruşum. İndi ayə konkret olaraq yadımda deyil. Bunu mənə də sual vermişdilər. Sırf Peyğəmbərimizin, belə deyək də, biraz dediyim kimi, biraz bayağı olsa da üzr istəyirəm, onun səlahiyyətləri ilə bağlı Quranda müəyyən ayələr var. İndi biraz üstü örtülü deyirəm, sırf ona aid olan məsələlərdir. Onun həmçinin biz... Necə? Əhzab surəsində evlilik məsələləri, düzdür? Bəli. Onun mənə də sual vermişdilər ki, məsələn deyirəm də, bu Peyğəmbərə aiddir, konkret ona xitab olunmuş bir mövzulardır da. Bunun tutaq ki, Əliyə, Vəliyə, sizə, mənə aidiyyəti nədən ibarətdir ki, məsəl üçün, o ona aid idi. İzah edeyim, aidiyyəti var. Çünki biz Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatını öyrənməklə laqad kana lakum Əhzab surəsindədir. Əhzab surəsində elə ilk səhifəsində Allah Subhanahu taala peyğəmbərin bizə örnək olduğunu bildirir. Aydındır? Bu həmin o bildiyimiz ayələr də elə Əhzab surəsində ayələrdir. Aydındır? Məsəl üçün İmra'atan mu'minatan iwahabat nafsan nabi. Yəni əgər bir mömin qadın nəfsini, yəni peyğəmbərə versə ayəsidir. Düzdür? Xas olaraq. Ondan sonra turci mən təşə eləyətə mən təşə ayəsidir. Ondan sonra bir səhifə növbəti sahifədəki ayədir. Sən istəsən kimin qadınlarına kimin yəni gecəsini təxirə salarsan, kimi yəni önə keçirərsən. Bu məsələlər peyğəmbərə aid məsələlərdir. Aydındır? Peyğəmbər sallallahu əleyhi və səlləmin qrafiki bilirsiniz çox məşhur oldu. Aydındır? Sallallahu əleyhi və səlləm ay cəmaət, niyə siz buna takılırsınız? İndi ki səhv tapırsınız. Xahiş edirəm sizə. Yəni o üzr istəyirəm, o el dili ilə desək, bukva söhbət eləyənlərə çox belə diqqət eləməyin. Siz mənanı siz dəryaxır dalayırsınız. Kiminsə damcısına diqqət eləməyin. Deməli o Peyğəmbər sallallahu əleyhi və səlləmin rahatlaşsınlar. Yəni çox da onun dərdinə görə. Yəni deməli onun həyat tərzi bizim üçün örnəkdir. Birincisi qadının özünü, yəni məsəl üçün gəl Peyğəmbər sallallahu əleyhi və səlləmin, yəni bilirsiniz də, qrafiki çox məşğul idi. Həddindən artıq məşğul idi. Həddindən artıq. Yəni adam cihad edirdi, elm öyrədirdi, aydındır. Yeməyə olur vaxt olmurdu, aydındır Peyğəmbər sallallahu əleyhi və səlləmin. Aydın? Və Peyğəmbər sallallahu əleyhi və səlləmin bu qrafikinə rağmen Allah neynədi? Qrafikinə görə Allah dedi ki, çoxlu qadınlar vardı. Çoxlu qadınların olmasında müəyyən, yəni obyektiv səbəbləri vardı. Birincisi Peyğəmbər sallallahu əleyhi və səlləm gecə həyatının da mutavatir kanalla gəlməsi. Çünki bir qadından gəlsə, yəni deyirlər ki, ancaq burada qalır. Amma bütün qadınlardan gəlməsi onun qadınların özünü aparmasını göstərdi. İkincisi də onun bir siyasi məsələləri də vardı ki, elə olub ki, məsəl üçün bir qadını evlənməklə onun bütün qövmünü Peyğəmbər sallallahu əleyhi və səlləm dəvət eləmiş olubdu. Bəli. Məsəl üçün Cüveyriyə, məsəl üçün radiyallahu anhə ilə, məsəl üçün onun qövmü tamamilə İslam'a girdilər. Yəni çünki onların əmirləri idi, evləndi, İslam'a girdilər. Siyasi səbəblər oldu.
Ona bu yəni zövcələrinin çoxluğuna görə Allah Subhanahu taala onu asanlaşdırdı ki, yəni bu tərtib bəzən səni yorsa da, yəni bu tərtibi istəsən dəyiş özün. Mən sənə rahatlıq verirəm. Buna baxmayaraq Peyğəmbər sallallahu əleyhi və səlləm ölüm ayağında belə bu tərtibi dəyişmirdi. Yəni hətta son gecəsində yəni başa zövcəsinin yanında qalmalı idi. Nə dedi? Dedi ki, mən bu gün kimin yanında qalıram? Yəni işarə elədi ki, mən Ayşənin yanında qalmaq istəyirəm. Aydındır? Və bu da əslində düzdür, Peyğəmbər sallallahu əleyhi və səlləmə aid olan bir sifət olsa da, Allah ona o imtiyazı versə belə, o ondan istifadə eləmədi. Nəyi göstərdi? Göstərdi ki, bir çox insanlar görürsən ki, Allahın misal üçün verdiyi müəyyən imtiyazlar var. Və o imtiyazları nə edirlər? İnsanlara həddi aşmaq üçün istifadə edirlər. Amma ölüm ayağında belə mən bu imtiyaz mənə verildi, mən bunu eləmədim. Mənə verilən rahatlığı yox, insanların, yəni zövcələrimin, həyat yoldaşlarımın hisslərini önə keçirdim. Aydındır? Yəni məsələ budur. Bu prizmadan yanaşanda görürsən ki, doğrudan böyük örnək var. İkincisi, yəni misal üçün çox yoldaşı olanlar və misal üçün ədalətli olmaq zərurətində övladları olanlar, misal üçün də övladlar görürsən ki, yəni nə edirlər? Zülm edirlər. Xoşuna gələn yanında qalır, o birisinə zülm edir və bir müddətdən sonra bilsin yoxşuyur. Amma bunu görəndə deyirsən ki, ay kişi, biz ona belə adamlara belə nəsihət edirik ki, bu ümmətin Rasuluna bax. Aydındır? Ona icazə verilmiş ki, bu tərtib pozulsun. Amma o ölüm ayağında belə bu tərtibi həyat yoldaşlarının maraqları üçün nə edir? Onların hisslərinə hörmət üçün nə edir? O tərtibi qoruyur. Aydındır, başa düşdü indi məsələ necə? Aydındır, bəli, başa düşdüm. O da amma böyük bir əhəmiyyəti var, böyük bir faydası var. Ona görə eləmək Əhzab surəsinin içərisində də ona işarə olur. İkincisi, Peyğəmbər sallallahu əleyhi və səlləmə icazə verilmişdi ki, əgər qadın gəlib desəydi ki, mən səndən evlənmək istəyirəm və mən sənin yoldaşın olmaq istəyirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm desəydi ki, hə, oldu, qəbul elədim, zövcəsi olardı. Bundan da istifadə eləmədi Peyğəmbər sallallahu əleyhi və səlləm ömür boyu. Neynədi? Bütün qadınlarının mehrlərini verdi, valilərindən istədi. Aydındır? Burada da böyük örnək var. Bəli. Aydındır? Qadının haqqına girmədi. Başa düşdünüzmü? Həm də üzr istəyirəm, bu həm də onun göstəricisidir bir növ. Yəni o deyir, sən heç nə bilmirdin, biz sənə öyrətdik. Yəni əslində Quranla peyğəmbərimizin özü də belə öyrənirdi. O səlahiyyətlərini, ona verilən imtiyazı vəhdi buradan dəyişilmir və bu da bir sübutdur ona. Düz deyilmi? Quran əxlaqdır. Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni Ayşə radiyallahu anhadan hədis var ki, Quran, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm gəzən Quran idi. Quran əxlaq. Bəli. Aydın olacaq. Bəli, çox gözəl, var olasınız, çox dəyərli. Əslində suallar çoxdur, qeyd elədiyim müəyyən mövzularla bağlı. Hə, var olasınız, təşəkkür edirəm, haqqınızı halal Çox maraqlı edin. suallar verdiniz və açığını deyəm, mənə də biraz yordunuz. Yəni nə mənada? Yaxşı mənada. Yaxşı mənada ki, biraz yaddaşa adətən populyar sual belə deyək də gündəlik verilən sualları yox, həm sözün həqiqi mənasına deyirəm. Mən açıb oxuyuram və oxuduğum məsələlərlə bağlı mütləq şəkildə qeydlər aparıram və onun üzərində çox düşünürəm. Sizin kimi insanlara cavab vermək çətindir, əlhəmdülillah. Amma çox xoşdur. Çox xoşdur. Var olasınız, təşəkkür edirəm. Sağ olun. Allah razı olsun. Çox sağ olun, minnətdarım, sağ olun. Biz də minnətdarıq. Sağ olun.